Her havicin gırsınıcı olayı bilirsiniz mi? Her havicin mənasını da bilməyəm. O vaxtın sözlərdir də, qocaların sözlərdir. Yəni nə olsa deməkdir də, yəqin. Onu bişirəndə birinci soğanı qovuruyor. Sonra suyu çəkildi bax. Hə. Heç nə bunu götürüyor. Götürə bilmirəm. Əlim yanar sonra mənim. Biz abayardan olacaqdı. Soğanı tökdük ləpənin üstünə. İndi bunun üstünə palçıq turşu deyək də, göyərdən, zoğaldan elisən, tökürsən bunu. Deyhanla belə qarışdır. Tökürsən. Zövqə görə. İstəyən tökə bilər, istəyən tökə bilməz. Ağız dadına uyğun. Yalancı ləvəngi. Ləvəngi. Texnologiya. Texnologiya. Dirim 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 nenesini şerdirim. Yine kurban olaram özüne. O hər həvicin içini hazırladıq, içliği. İndi xəmir eləyəcək. Yumurta da. Qovat ola. Nə böylədir? Mən heç qış istəməyəm. Çünki qışda xəmir xörək deyirsən, kokalıysan. Oy. Qırsı vəbşim sənin izləyicilərin bilir mi qırs nədir? Bu qəhlədən bilirsən neçə dənə qırs çıxacaq? Nə oldu biləyim. Sayın mı? 50 dənə. 50 dənə çıxmayacaq. Çıxacaq. 30 dənə çıxar. 50 dənə. Çıxmayacaq. İndi baxaq, gəl mərcə sayaq, neçə dənə çıxar? 50 dənə qırs çıxacaq. 2, buradan sayaq. 2, 4, 6, 8, 62 dənə. Mən 50 demişdim, gördün mü? 50 eləyək. Bu qıyıq əbirəm. Naxış salmısan? Mən olsun naxış salmayayım, qoy dəyə salım. Elə naxış eləyəm, elə. Elə. O yabda qırsın. Adnosu yığıyam. Birazdan da indi pişirəcək, yiyəcək. Hoş geldin. Sağ ol. Pişirdik, yedik, yiyirik daha doğrusu. İstəyən acı ilə yeyə bilər. Çünki bu xəmirin içində hər içlikdə acı var. Təzyiqli olanlar, şəkərli olanlar üstünə acını da sürtüb yeyə bilərlər. Xəmir çox güc eləməsin deyə. Düzdür, saat 9-dur. 9-da yeyib gedib qabından quma. O qoğamın acı dabı, acı qaydı. Yox, əli. İçində sarımsaq var mı? Var mı? Bilmirəm, tamam, içində sarımsaq var mı, yox mu? Bu da şərabdır. Bu şərab duru idi. Sonra içinə pes töküb təzədən qaynatmışıq, o dəblə fabriklə kimi. Amma pis olmuyor, yaxşı oluyor. İstəyən eləyə bilər. Yeməsinlər, gedib pişirsinlər. Pişirsinlər, yesinlər. Bilməyəni Jasminə yazıb soruşa bilərsiniz. Nəyi necə tökdük, nə tər tökdük deyə. Halal eləyin, qoy saxınızı. Mən bişirdim, yedim. Olmayanları da Allah yetirsin, pişirsin, yesin, nuş olsun. Nuş olsun, sağ olun.